Qaymoriti müalicə eləyir. Qaymorit nədir? Niyə yaranır? Bunun səbəbini tapsan, qaymoritdən bir dəfəlik qurtula bilərsən. Bax gözəl qardaşım. Qaymorit burun boşluqlarının iltihabıdır. Yəni sən soyuqladığın zaman, başıva soyuq olanda burnundan gələn seli başlayır burada olan boşluğa yığılmağa. Ondan sonra orada iltihablaşır, yəni çirkələyir, kristallaşır. Nəticədə buralığının üzün başlayır şişir. Başında bu hissəndə ağrılar yaranır, başını aşağı əyə bilmirsən, ya burnun tutulur, qətiyyən nəfəs ala bilmirsən, ya da burnundan başlayır tünd, göy və yaxud da sarı rəngdə axıntılar axmağa. O da dayanmır, dayanmadan axır. Yaxşı, bu qaymoritdən necə qurtula bilərsən? Yəni ümumiyyətlə bu qaymoritin müalicəsi varmı? Bəli, var. Nədir? Bir dənə ekrandakı ağ ürəyə toxun, olsun qırmızı izah edeyim. Sənə lazım olan sinisol majoron sprey. Çünki bu sprey tərkibindəki maddələrin, ekstraktların, molekulların köməyi ilə istifadə etdiyin zaman nə edir? Gedir o burun boşluğunu tamamilə yuyur, qaymoritin, çirkin, iltihabın, seliyin axıdır, gətirir. Burun boşluqlarını tamamilə təmizləyir. Burunu istifadə eləyən kimi anında açır, axıntı varsa dayandırır. Bir sözlə də burun nəfəs yollarını tamamilə təmizləyir. Ağrıları kəsir. Yəni qısa müddətdə qaymoritin müalicə edir. İstifadə olunub, sübut olunub. Yəni qaymoritin müalicə elədiyi sübut olunub. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, zakaz verib gətirsinlər. Şəxsən özüm istifadə etmişəm, doğrudan da xeyrini görmüşəm. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əczacınız bol olanlar hər zaman sağlam qalasın.